Könlümün yaz bahçasıdır, ne solur ne açasıdır. Könlümün yaz bahçasıdır, ne solur ne açasıdır. Eşkimin terbiçasıdır, hatireler hatireler. Eşkimin terbiçasıdır, hatireler hatireler. Hatireler, hatireler, hatireler. Hatireler dünyasıdır, dünyasıdır. Hatireler, hatireler, hatireler. Hatireler dünyasıdır, dünyasıdır. Hatireler, hatireler, hatireler. Məli xələfşə əsas harada Sumqayıtda, Gresdə, Mərdəkanda, Beyləqanda, bir də Qaradağda. Burada harada burada iş var, oraya gedirlər də. İşe göre geldi. İşe göre. Deməli. Xələfşədə vəziyyət o həddə çatıb ki, çox böyük aclıq olub 50-ci illərdə. Aha, bildim. 50-ci ildə, 49-50, hə. Ağıllı fikirdi. 55-ci ildə mən içində olmuşam, bilirəm də. Orada cəmaat o lopa deyirlər, evin içine vururlar, taxtadan vururlar. Onu qopardıb alır, içindən aparıb xələfşədə, Füzulda satır, çörək pulu qazanır. Amma 49-a kimi xələfşə çox bol olubdu. Taxılı, o qədər taxılı olmuşdu. Mən özüm yadımdadır ki, bizim deməli, iki mərtəbəli evimiz vardı. Birinin altında töyləydi, heyvan saxlayırdı. O birisindəki evi deməli orada, amma biraz torpaqdı, kolu yoxdu. Orada bir kuyu qazmışlar, mənim yadımdadır. O kuyunun içine təxminən 3-4 metr uzun kuyu vardı. Kuyunun içine o darı deyirlər, indi yoxdur o darıdan. Bəlim o sibirki yox ki, balaca sibirki evi. Ondan döşədilir kənarda, buğdanı götürüb tökürlər, doldurur ambarın içine. Sonra üstünü bağlayırlar. Çünkü yeri yoxdur yığmağa. Çok oldu ondan. Taxıl o kadar taxıl vardı ki, yani evde zaten yeri yoxdur yığmağa. Mənim yadımdadır, bu mənim yadımdadır. Amma sonradan həm də ki, müharibə 41-45-ci ildə xələfşə Bakıya un gətirirdi satmağa. O qədər bolluydu, un gətirirdi satmağa. Özü hansı çətinliyinə, çünki o transport çox olmurdu. Ateşşəhərlə aparıda stansiya Horacıda, tanıyımsan da 30 kilometrdir. Və yaxud aparıda Mərcanlı var, Cəbrayılın Mərcanlı, poyuzda mümkün olmurdu. Tavar idi, poyuz yolu var. 100 gün mindirirlər, gətirirlər Bakıya. Mənim anam da rəhmətli gətirdi. Allah rəhmət edəsin. O xurcun vardı, iki tərəf gözlü deyirlər belə. Onun içi ilə bu iki tərəf hamısı pul gətirir. Bir dəli xurcunun gözünü kəsmişlər. Ömrümüz uzun eləsin, canınızı salamat eləsin, xoş sərdarınız gəlsin.